Salam. Bu bitkini tanıyanlarınız var mı? Rozmarin, biberiye, etotu kimi adları var. Ətri çox xoşuma gəlir. Nəyə görə soruşdum? Deməli, xeyli vaxtı yeniliklərimi görmürsünüz. Ümumiyyətlə demək olar məni görmürsünüz azaz. Səbəb odur ki, yeniliklərlə görsənmək istəyirdim. Amma səs yazılarına girirdim studiyaya, ürəyim istəyən kimi alınmırdı, yertəliyirdim. Biraz toyuq dəməm var idi. Məndə sinüsit və qaymaret problemi olduğunu bilirdim. Amma bu dərəcədə olduğunu bilmirdim. Niyə? Çünki dünən studiyaya gəlib səs yazma eləmək istəyərkən öncədən ki, dedim nəfəs yollarım biraz açılsın. Ətri xoşuma gəlir. Atdım bir qazana, içinə də biraz soğan. Onu qaynadıb buxarını qoxlamağa başladım. Və ardınca vokal məşqləri eləyən vaxtı birdən gördüm burnumdan nələr, üzr istəyirəm, gəlməyə başladı. Qatılaşmış iltihab. Və təəccübləndim ki, bu necə yerləşmişdi bu qədər şeylə burnuma. Məndə çox effektiv oldu. Bu problemlə əziyyət çəkənlərə tövsiyə edirəm. Bilmirəm, bu barədə mütəxəssislər deyə bilər ki, doğrudan da bu işə yarayıb yoxsa yox. Amma məndə nəticəsini gördüm. Bugün artıq rahat nəfəs alıram, qaydasındadır. Yeniliklərimi gözləyin.